Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, əziz tələbələrimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan Ağsu rayonunda. Ağsu rayonunda biz dəfələrlə illər əvvəl olmuşuq çəkilişdə. Bu günlərim gözəl balamızı sizlərə təqdim eləmək istəyirik. Gözəl bala, adın soyadın? Nuray Əsədli. Nuray Əsədli. Neçənci sinifdə oxursan gözəl bala? 7-ci sinif. Gələcəkdə böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən? Azərbaycan dili ədəbiyyat müəllimi. Ay maşallah. Arzu edirik ki, inşallah sən də gözəl müəllimlərdən biri olasan, vətənimizə Azərbaycanımızın dilini, zənginliyini şagirdlərə aşılayan inşallah gözəl müəllimlərdən biri olasan. Sənə uğurlar diləyirik, can sağlığı diləyirik. Məktəbdə ən çox sevdiyin müəllimlər hansılardır gözəl bala? Həlimə müəllimə, Dilşad müəllimə. O müəllimlərin hər birinin öz adımızdan dərin təşəkkürümü bildiririk. Nənəsinin adınız, soyadınız? Əsədova Tənzilə. Çox gözəl. Nə arzuluyursunuz nəvənizə? Arzum böyükdür nəvəmə aid. Allah onu əvvəlcədən məktəbi yaxşı məktəb qismət eləsin. Amin. Öz arzusuna çatdırsın. Amin. Sonra da Allah bəxtin taleyin versin. İnşallah. Neçə yaşınız var nənə? Nənənin 73 yaşı var. Ay maşallah. Allah sizə ömür versin. O gün olsun ki... 40-dan yuxarı tibb bacısı işləmişəm. Çox gözəl. 3 ildir ki çıxmış. O gün olsun ki, nəvənizin inşallah ali məktəb bitirməyini də görəsiniz. İnşallah. Onun ən yüksək ballarını qutarıb ali məktəbə qəbul olmağını da görəsiniz. Gələcəkdə vətənimizin necə dəyərli vətəndaş olmağını da görəsiniz. Sizə öz adımızdan dərin təşəkkürümü bildiririk. Mən Müsol Kəlbəcər Çağdaş Təhsil komandası sizə can sağlığı arzu edirik. Təşəkkürlər, minnətdaram, çox sağ olun. Çox sağ ol.